Salam Arzu, özünü 60 saniyədə tanıt. Salam, mən Arzu Eyyubova. Fransadan qatılıram. 26 yaşındayım. Fransanın Bordeaux Montaigne Universitetində İctimai və Siyasi Kommunikasiya üzrə magistratura təhsili alıram. Yay düşərgəsindən nələr öyrənirsiniz, nələr qazanırsınız? Yay düşərgəsi də çox maraqlı keçdi və ayrılacağımız üçün də biraz hüzünlüyük. Çünki çox yeni insanlarla tanış olduq, dövlət xadimləri ilə tanış olduq, incəsənət xadimləri ilə tanış olduq. Çox gözəl əlaqələr yaratdıq. Laçın gəzintisi oldu, Şuşa gəzintisi, Xankəndi şəhərinə səfəri oldu. Orada hansı biliklərlə, hansı yeniliklərlə qarşılaşdınız? Təbii ki, düşmən işğalından azad olmuş torpaqlara ilk dəfə gedirik. Nəticə etibarilə bu bizim üçün qürur vericidir. Ona görə Allah şəhidlərimizə rəhmət eləsin öncəliklə ki, bizə bu fürsəti yaratdı və diaspora üzrə diasporamıza da eyni şəkildə təşəkkürlərimizi bildirirəm. Çox sağ ol Arzu, uğurlar.